Aferin, aferin, aferin İbad, aferin İbad. Hamınızı salamlayıram, əziz dostlar, qardaşlar, gözəl böyük ailəmiz. Sizləri anam Şəhliyin evindən salamlayıram, bağından, bağçasından. Bugün burada çəkiliş çəkməkdə məqsədimiz Çətirparaq kəndindəyik. Zahid qardaşın oğlu əskər gedir, onun əskər yığıncağında gedib iştirak etmək niyyətimizdəyik. Və elə buradan fürsət tapmışkən dedim bir anam Şəhliyin bağından sizlərə möhtəşəm bir çəkilişi çəkim. Allah razı etsin, əmimizin dostuna ömür versin, can sağlığı versin. Gözəl bir bağ, gözəl bir bağça. Bax bu ailə üçün yaratdı burada maddi dəstəyi ilə. Bəli, gözəl. Hal-hazırda gördüyünüz kimi ağaçlarımızın hər biri gözəl şəkildə böyüyübdülər. Maşallah olsun. Əlaqa qardaşım da mənimlədir bugün. Bir yerdə gedirik. Zahid qardaşın balasına xeyir dua verək. Kasıb oğlandı. Allah üstündə yar olsun. Sağ gedib salamat qayıtsın inşallah. İbad əmin sağa qurban, yorulmayasan. İbad əmin sağa qurban, yorulmayasan. İbad, bax o gilanlar tutan ağaçlar var. Görsən, burada cərgədə ağaçları kol-kos basıb. Bunları eləmək lazımdır İbad. Bunlar 2 ildən sonra, and ol Allaha, 2-3 ildən sonra hər biri ildə bir maşının puludur. Bir Qaz 24'ün puludur İbad. Bunun qolu qənədən bunun, bax deyək, orada görsən 2 dənə, 3 dənə ağac qalıb gilanların altında. Bu cür gözəl bağı əlaqasa qurban olum. Vallahi bunu Qurana and olsun. 5 ildən sonra başlayır bu, sən necə? 5 il gələn il bunun üstündən məhsul yığılacaq. Gələn il. Gələn il bunun hərəsindən əlaqa. Sənə qurban. Hər birindən, bax gələn il bunların hər birindən bircə kilo məhsul yığsa 63 dənə ağaçda 63 kilo eləyir. 2 manatdan versə əlaqa sənə qurban 126 manat pul eləyir. 1 kilodan. Hər il bu sərvətdir. Hər il bunun üstünə qardaşım pul gəlir. Hər il, hər il. Ədəq oranın bax becərməlidir, zəifdirlər. İş potensialları sıfırdır. Mən də böyük aləm salamlayıram. Allah sağ qardaşım. Sağ eləsin. Allah hamılarının uğurlarını versin ki, bizi kimi belə kasıblara köməkli eləyir. Bax, bir gəlmək lazımdır ki, bizdən ötürürlər kimi. Onlar bizdən ötürürlər. Allah canlarını sağ eləsin. Atan rəhmət qardaş. Bizdən ötürürlər. Bu boyda şəraitdir. Bu ağacı sula sizin Atan rəhmət. İbad. Hələ pomidor, göyətək. Hər şey eləmək olur. Ay, nəyinə sulamısan? Su vermədi də vedrə ilə sulandı. Bu vedrə ilə yox, bu ahla sulanmalıdır. Ahla da sulandı. İbad, bunu çalış gecələrə sal, ahla sula. Vallahi bu sərvətdir, Quran and olsun. Bunun qədrini bilin. Hamısı tutub, burada tutmayan ağac yoxdur. Elə oldu işdən gələm, axşam da su verirəm. Sula da qaqa, sula, sənə görə deyirik, vallahi sula. İldə bir dəfə kömə pulu olanda dərsin ay Allah, bunu əkənlərə atasına rəhmət. İldə bir dəfə kömə pul olasın, Quran haqqı. Əkində Allah pul göndərən də atasına rəhmət eləsin. Əkənlərin də atasına rəhmət eləsin. Kim kimə eləyir bunu, ay cəmaat. Kim eləyir, ilin günün vaxtı heç kim eləmir. Heç kim eləmir. 63 dənə ağac, inan ki 63 inək deməkdir. 10 ildən sonra burada, 10 ildən sonra əlaqa burada ATK dayanıb. Buradan 5 ton ərik vuracaqları başqa ölkələrə. Bilirsən nədir bu? Da indi əkirik də bunu sulamaq lazımdır. Diviniz adını vaxtında kolun təmizləmək lazımdır. Yoxsa anam Şəhli bizi görür, indi başlayır təmizliyə. Niyə bir eləyir anam Şəhli? Necəsən? Yaxşıyam, sağ ol. Allah köməyin olsun. Sağ ol anam Şəhli. Sizin ailə. Allah sənin köməyin olsun. Sağ ol. Allah sənin evlatlarına hizmət edir. Sən ki məni qara gündən ki ağ günə çıxartdın. Bacılarım, qardaşlarım var olsun. Allah hamısının canına değməsin. Ömürləri uzun olsun. Var ol anam Şəhli. Siz sağ olun. Təşəkkür edirəm. Allah ömür versin. Hər şey gözəldir. Hər şey səliqəli, səhmanlıdır. Gəlin dünyamız. Bağımızı amma Şəhli anam. Yox gedirik məclisə.
Bir dənə bağ amanatı, bağ amanatı. Bax qapın bacan, qapın bacan güldür, çiçəkdir. İnan Allaha adamın ürəyi açılır. Halaldır. Yox anam evə keçməyət canım qurban. Bilirəm ki evdə qapı beləçi ev bundan da gözəldir. Bir dənə bağ amanatı, bir dənə sizə qurban anam. O bağ məsələsini onun sizə qurban. Vaxtında sulayın. İnanın ki Allaha atama rəhmət oxuyasınız. Oradan ki pulu alasınız, qom yüzlükləri. Deyəsiz ay Allah, Elşənin atasına rəhmət. Bunu nə yaxşı əkib bizə verdi. Bugünkünü 3000, 5000 pul alırıq. Qoruyun, bir il, para il əziyyətini çəkin valla. Pulu əlinizə deyəndən sonra deyəsiz ki, bax buranı deyil, bax. Hər tərəf eləyək ağac üstə. İbad, bu evdə sənə qurban. Ən güvəndiyim adam sənsən. Ən etibar elədiyim, məsuliyyət dərk edən bala sənsən. Maqsuda Allah şəfa versin. Ata da bilirsən də, atadan haray yoxdur. Allah sizə ömür versin. Bir dənə bu evdə elə bir sənə güvənmişəm, sənə inanmışam. Bilirəm ki, sən məni peşman eləməyəcəksən. Bir əmin kimi deyirəm, bir qardaşın kimi deyirəm. Əgər mənim hörmətimi saxlamaq istəyirsənsə, əgər mənim, bizim komandanın əziyyətini dəyərləndirmək istəsə, ağaçlar amanatı, İbad. Başına dönərəm. Onu, bu yay onu qorudun. Bu yayı adlasan gələnə yaydan qorxma. Əsas onun bu yayda su sevən vaxtı. Çünki körpədir. Başına dönərəm. Geriyə də olsa, telefon işığından da olsa, əmi qurban. Hərəsini heç olmasa, 2-3 gündən bir dibinə, heç olmasa bir vedrə su. Çalışda motorla sulayın, qoy doyuncaq işi. Hayıfdır, Quran hayıfdır, bir sərvətdir. And ol Allaha böyük ailə, bir sərvətdir. Toba, bax mənim cəmisi anam şəhli 25 dənə cəmisi məhəlləmdə 25 dənə ərik ağacım var. Onun üçü heç yararsız da cır ərikdir. 22 ağaçdır. O 22-ni də qadanalım. İçində harca bir 7-8 hələ körpədir. Üstü hələ demək olar ki, hərəsinin üstə 5 dənə, 6 dənə meyvə verir. Qısa desə bir 17 ağac, 16 ağaçdan anam şəhlik. 2000 manat bax, bir həftə 10 gün bundan qala pul almışım. 2056 manat pul almışam. Söhbət yox, amma siz də əziyyət çəkin, o pulun 5 qatını siz alacaqsınız. Siz 63 ağaçdan alacaqsınız o pulu. 63 ağac. Mən almışam 17 ağaçdan. Qoruyun, saxlayın. Divini vaxtında alaq otunu vurun. Bax o gilanlarları İbad başına dönüm. Əmin gözlərinə qurban olsun. Bir dənə ona imkanlı yoxdur İbad. Bir dənə bağ qaçısıdır, 3 manatdır. Bir dənə bağ qaçısıdır. Əlinə bir əlcək taxırsan əmin sağ qurban. Telefonda mahnını qoya. Bax mahnıya, musiqiyə qulaq asasa, o ağacın üstünə düşən o qənətlərdir, körpə qənətlərdir. Onların hamısını vurursan, sonra da qəşəng mahnıya qulaq asasa, bir dənə pres kəndirindən onları da köm bağlayıb gətirib, bax buralardan bir küşdən yığırsan, anam kəhliyi, onlarda bir dənə ocaq zad qalayanda, nəsə yuxacaq pişirəndə istifadə eləyərsən. Yəni o çurçubuğunu da atıb orada alaq-ulaq eləməyin. Oldu sənə qurban, İbad. Elə olsun ki, Razəddin əmi bu həyətə gələndə, gəlib o bağa baxanda, nətər deyimi, belə öz əlləri ilə əhd etdiyi o ağaçları görəndə, onun barını görəndə rahat olsun. Allah ömür versin. Bax, hər şeydən razıyam. Dünən də mən gəlmişdim bura. Səhər-səhər qapını bacanın gül çiçək kimidir. Evimiz də bilirəm ki, bundan da gözəldir. Heç evin işinə işim yoxdur. Evin içi özünüzə aiddir. Ümumiyyətlə mənim bura gəlməkdə məqsədim ağaçlar. Ağaçlar amanatı. Anam şəhrik. Ayrı vəziyyət yaxşıdır. Yox, anam. Qadan alaram. Ehtiyac yoxdur. Nəyə ehtiyac var ki? Yox, orada çirkli nə ola bilər? Maksimum yorğan mitil yığışılmamış olar. Maksimum stolun üstündə qav-qaşı qalır. Yox, ehtiyac deyil anam şəhrik. O elə bir ev qurmuşuq ki sizə. Elə bir şərait qurmuşuq ki. Orada əlaqə. Bir dənə uzaq başı yorğan bir mitil yığışmaz. Qav-qaşı kirli qalar. Allaha şükür deyə, aradan baxırsan adamın ürəyi açılır. Adamın andol Allaha, adamın ruhu dincəlir. Onsuz da bu qapıda xoş aura var idi. Amma elə bir buradan baxırsan o evin içində qoxuna meyvelini görürsən adamın ürəyi şad olur. Anam, nə yaşı gəlməmsiz Zahidlə? Gedəsiniz? Hə, gəlin gözləyəcəm. Gəl orada ana bala oynayaq.
Qoy görüm anam şəhlik nəsə. Sənin evində, saat önündə. Aş görək anam sənə qurban. Hə, Firdun əmi də rəydə yazmışlar ki, Firdun əmi pilləkəndə yatır. Çox düz deyirsiniz. Çox doğru, Firdun əmi pilləkəndə yatır. Ona görə ki, ağıllı adamdır. Evin bu dəqiqə ən sərin yeri pilləkəndir. Evdə iraq olsun. Ay maşallah, ay maşallah, ay maşallah. İşıqları yandı anam şəhlik. Ay maşallah, ay maşallah, ay maşallah, ay maşallah. Anam kəhlik, anam kəhlik, anam kəhlik. Sənin bu gözəlliyinə, sənin bu səliqənə, səhmana heyran ollam da mən hər dəfə. Anam kəhlik, səndən yoxdur. Anam kəhlikdən yoxdur. Canım qurban, ay ana. Bəh, 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 bəh. Bəh, 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 bəh. Bu nə gözəllik, ana, bu nə gözəllik, ana. Səni verənə şükür, ana. Ana, Qurana and olsun o serialdakı Türk evləri kimidir sənin evin. Ana, bax, koridorda adam ayaqqabıyla gəzir, problem yoxdur. Çünki kafirdir. Ana, sizə qurban olum, ay ana. Bu nə gözəlliklərdir. Maşallah, maşallah. 1000 kərə maşallah. 1000 kərə maşallah anam kəhliyin evinə, eşiyinə. Əksən, anam kəhlik əksən. Əksən, 1000 dəfə əksən anam kəhlik. Bəh, 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 bəh. Ay, nə gözəl ev tikmişik. Ay, nə gözəl ev tikmişik, ilahi. Bu nə gözəllikdir, böyük ailə yaradıq burada. İlahi, bu nə gözəllikdir. Bəh, 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 bəh. Anam kəhliyin evinin gözəlliyi adamı hayıl-mayıl eləyir, böyük ailə. Əksən, anam Əziyyəti kəhliyin. sən çəkmişsən. Valla burada Anam bir sürünlüylə. Düzgün çörək də yeməmişsən. Sağ ol, anam halal kəhliyin. elə, çəkdiyinə. Halal xoş canım sahib. Bacılarıma, qardaşlarım var olsun, Canım sağ olsun. sağ ol, Allah qurban. hamısının köməyi olsun ki, məni qara gündən ağ günə çıxartdılar. Anam kəhliyin qara günü budur. Böyük ailə. Anam kəhlik bax bu zülmətdə yaşayır. Baxın, anam kəhlik. Ona görə bu tablonu başının üstündən asıbdır. Allah çox-çox xeyir versin anam kəhlik. Bir dənə də bu evimizə işləyib bir kontener alın. Bir yerdən. Ayda 100 manat qıraq ata bilsəniz təşkil eləmiyorlar ya anam kəhlik. Evlat işlər. Bir dənə kontener. Gözəli super. Hər şey əla, hər şey ürəyə atsan. Çünki belə də gözləyirdim. Mən anam şəhlikdən bunu gözləyirdim və gözlədiyimi də gördüm. Əlağa, sənə qurban. Allah sənin də balalarını xoşbəxt eyləsin. Allah sənin də qapında tikdiyin o tikilidən çox-çox xeyir versin. Çox sağ ol. Allah Dəyərli Allah qardaşımızsan. canınızı sağ eləsin. Allah ömrünüzü versin. Gələnlərə itmək olmaz. Sağ ol Nə ilə qardaşım. ifləsə Allah canınıza. Öz uşaqlarının Bu yüzəki də qaranlıq düşməsin. öz uşaqlarının boğazından çörək kəsib bizi kimi kasıblar eləyiblər. Onu da itmək olmaz qardaş. Sağ ol. Eləyiblər. Allah canlarını sağ eləsin. Onu da bacarasan irəli gedəsən, geri getməyəsən. Sağ ol qadasına var. Sağ olun anam. İbad sağ ol. Əmin sağa qurban Öynən olsun. ürəyinə qurban olun. Sənin Sağ ol əlinə qadın gəldi bu ol. gözəl. Sağ ol anam. Gəzək. Var Nə olasın. deyim bu cənnət, cəhənnəmi cənnətə sən düzəltdin. Təşəkkür edirəm. Sən elə, Allah sən yanında olursan, hamısının köməyi olsun. Sağ ol anam. Onlar qara gündən mən ağ gün, hamısının yolunu Var ol, gözləyirəm. minnətdaram. Deyəcəm də. Azərbaycana gələndə bizə qonaq gəlsin. Mütləq şəkildə gələcəklər. Mütləq şəkildə. Başlarına dönüm hamısı. Ailəmin gücünə çıxardan hər bir kəsə Allah razı olsun. Təşəkkür İbad. Bəxt deyirəm Çox ki, sağ ol. deyirəm ki, bax bu dəhlənə ağlarına çolços yenə basıyor. Ona qoyma, çolços basacaqsa Yenə vuracam motorla. İlan sağa geri gələcək. Çolçosu yaşa. təmizləmək lazım, çolços yesin. İbad gələsən cahidlə. Gəl ora canlı atacağım da mənə kömək elə çəkilişə. Oldu anam, gəl səndən bir oynayacağam. Qabaq ana bala oynayacaq. Allah sənin ballarına toy qismət eləsin. Cümləmizlə. Ayaqqabılar çıxardacağım. Qadan olaram anam şəhlik. Başına Vallahi dönərəm. Allah elədiyin yaxşılar hamısı qabağında. Sağ ol anam şəhlik. Var Bacılarım, olasınız. qardaşlarım var olsun. Bəh, Onların bəh, hamısının bəh, əllərindən öpürəm. Allah hamısının Amin. köməyi olsun ki, məni qara gündən ağ Amin günə- Allah, Hamısı amin. mənim bacımdır. Amin Allah. Kanalda çoxlu özümə bacı tapdım, Can qardaş ana. tapdım. Qabaq elə bilirdim təkəm, amma indi tək deyirəm. Çoxlu bacım, qardaşım var. Şükür bu günə. Başına dönərəm hamısına. Sağ olun. Atasına. Minnətdaram anam sizə. Çox sağ ol. Sağ ol. Başına dönərəm.